Salam, hər birinizi salamlayıram. Bu günləri biz Azərbaycan landşaftından danışacağıq. Landşaft mövzusu bir qədər qarışıq mövzu olduğu üçün mən konspektdən də istifadə edəcəm, öz hazırladığım və testdə ən çox düşən sualların üzərinə dayanacağam. Deməli, biz landşaft deyəndə nəyi başa düşürük? Landşaft deyəndə təbii komponentlərin, təbii olan komponentlərin təbii ərazi kompleksi yaradır. Təbii komponentlər biz deyəndə, misal üçün, relyef, torpaq, iqlim, o iqlimə uyğun bitkilər və heyvanların yayılması, o iqlimə uyğun olan torpağın yayılması, bunların hamısı birlikdə landşaftda əmələ gətirir. Landşaft özü düzən landşafta bölünür, düzən. Bir də dağ landşaftına bölünür. Düzən landşaftı deyəndə Azərbaycanda düzən landşaftı daha geniş ərazini əhatə edir. Düzən landşaftı deyəndə biz Azərbaycanın düzən ərazilərindən Kür-Araz ovalığında, Samur dəvəsi, Kürboyu ərazilər, Arazboy düzənliklərdə, Kürboyu düzənliklər, yəni Kür-Araz ovalığını nəzərdə tuta bilirik. Dağ landşaftı deyəndə Böyük Qafqazı, Kiçik Qafqazı, Talış dağlarını, Naxçıvanın dağlarını misal göstərə bilərik. Landşaft özü bölünəcək sinif, bu yarım sinif, bu bölünür tip, yarım tip, ən kiçiyi isə növ olacaq. Biz deyirik ki, Respublikamızın landşaftlar zonal, azonal qanuna uyğunluqlara bölünür. Baxın, zonal, bir də azonal qanuna uyğunluqlar. Bizə desə, zonal landşaftlar haralarda yayılır? Biz düzən əraziləri götürəcəyik. Düzən. Azonal landşaft deyəndə biz dağlıq olan əraziləri götürəcəyik. İndi gəlin xəritəyə diqqət eləyək. Xəritəyə baxın. Görürsünüz, burada düzən landşaftımız Azərbaycan dağlıq ölkə olsa belə, düzən landşaft daha çoxdur. Mən sizə deməli, Kür-Araz ovalığından Böyük Qafqaz, Bazar düzünə qədər çıxanda qarşımıza çıxan landşaftlar. Çünki bunu deyirəm, Azərbaycan ən hündür nöqtəsi 4466 Bazar düzüdür. Burada bütün landşaftlar var deyənə, sırf Böyük Qafqazdan danışacağım. Baxaq bu konspektdə, baxın, çəkdiyim bu şəkil Böyük Qafqazın landşaftıdır. Düzəndən dağa doğru çıxanda qarşıma hansı landşaftlar çıxacaq, onları göstərirəm. Deməli, landşaft olaraq yarımsəhra quruçöl landşaftı, bu bir. Yarımsəhra quruçöl landşaftı. Sonra meşə landşaftı, qarşısına 2 qoyacaq. Sonra 3 dağ çəmən landşaftı və nival landşaftı. Gördünüz 4 dənə. Bir də deyirəm, yarımsəhra quruçöl landşaftı, meşə landşaftı, sonra dağ çəmən landşaftı, bir də nival landşaftı. Bizim iqlimimiz özü tiplərə bölünür, o ayrıca bir mövzuydu. Yarımsəhra quruçöl iqlimi, mülayim isti iqlim, sonra soyuq iqlim, bir də dağ tundra iqlimi. İndi baxaq, yarımsəhra quruçöl landşaftı hansı iqlimdə yayılıb? Yarımsəhra quruçöl iqlimində yayılıb. Yarımsəhra quruçöl landşaftı düzən ərazilərdən, Xəzər dənizindən, deyə bilərik 500-600 metrə qədər olan ərazilər. Xüsusi olaraq yarımsəhranı deyirəmsə 300 metrə qədər yarımsəhra, quruçölü ayrı verəcəm. Yarımsəhra landşaftı düzən əraziləri verirəm. Düzən ərazilərdə rütubətlənmə əmsalı çox kiçikdir. Baxın, 0.3 vermişəm. Əmsal kiçikdirsə, canlı aləm zəifdir. Canlı aləm zəifdirsə, humusun miqdarı da azdır. Ona görə də humusun miqdarı azdır deyənə, torpağın rəngi də açıqdır. Boz qonur, boz çəmən landşaftı, boz qonur, boz çəmən. Harada boz gördünüzsə, siz bunu yarımsəhra quruçölə verə bilirsiniz. Xüsusi olaraq yazmışam, bütün düzənliklər, düzdür, burada istisnalar var, ona qeyd edəcəm. Quraq yerdir, düz radiasiyadır, ona görə ksorofitlər olacaq, ksorofit bitkilər. Ksorofit nə deməkdir? Ksorofit quraqlığı sevən bitkilərdir. Bir də burada payızlıq taxılı əkiləcək. Payızlıq taxılı deyəndə mən taxılı sentyabrda əkirəmsə, oktyabr, noyabr, dekabr, yanvar, artıq yanvarı taxıl görsə belə,
o donmayacaq. Çünki bu sırf yarımsəhra qışı mülayim keçəni nəzərdə tuturuq. Qışı mülayim keçən yarımsəhra quru çöl. Axı bunların tipləri var idi, bilirik bunu. Ona görə payızlıq taxıl verəcəyik. Sonra irriqasiyadan istifadə olunacaq. İrriqasiya nədir? Süni suvarma. Çünki quraq yerdir. Qoyunların qış otlağı kimi istifadə olunacaq. Çünki buranın qışı mülayimdir. Bu səbəbdən qoyunları qışda gətirib otladırlar. Sonra uşaqlar burada boz çəmən, daha doğrusu çəmən meşə landşaftı var. Bu istisnadır. Biz bilirik ki, normalda meşə sözü deyəndə biz dağın ortasında veririk. Çünki bulud orada çox olur. Amma çəmənlikdə meşə, düzən meşə, bax düzən meşə, çəmən meşə, düzənlikdə meşənin olması bu introzonallıqdır. İntrozonallıqdır. Düzdür? Yəni anormal bir şey deyil. Bunun yaranma səbəbi desək nədir? Yerin daxilində olan yeraltı suların hesabına yaranmış meşələrdir. Misal üçün səhralarda bariz nümunə olaraq vahələri deyə bilərik. Səhrada vahənin, yəni yaşıllığın olması introzonallıqdır. Yer səthinin, yerin daxilində olan suların səthə yaxın yerləşməsindən yaranır bu meşələr. Harda olacaq? Qanı-Xəriçay vadisində olacaq, Lənkəran ovalığında, Şollar düzündə, Çürboy Tuqay meşələrində. Daha doğrusu Çürboyunda. Biz buna Tuqay meşələr deyirik. Qanı-Xəriçay vadisində Lənkəran ovalı. Bax, bu iki dənəsi yarımsəhra quru çöl iqliminə düşmür. Bu ikisi mülayimin istisinə düşür. Yaxşı, mülayimin istisinə. Desək yaxşı, Lənkəran ovalığı yeraltı suyun hesabına yaranmır burada. Burada meşə yağışın hesabına yaranır. Məsələn, Şollardır, Çürboyudur, Qanı-Xəriçayda isə yeraltı suların hesabına yaranmış. Gəl bunun iqlimini də yadınıza salaq. Qanı-Xəriçayda iqlim qışı quraq keçən mülayim istidir. Lənkəran ovalığında isə yayı quraq keçən mülayim istidir. Nisbətən yuxarıya doğru hərəkət edirik, qarşımıza çıxacaq quru çöl. Quru çöl torpağı açıq şabalıdıdır, tünd şabalıdıdır. Hardadır? Gəncə Qazaq düzündə, Qarabağ düzündə, Böyük və Kiçik Qafqazın deməli cənubunda. İndi biz bunu xəritədə bu dediklərimi bir də qeyd kimi götürüm, daha yaxşı yadımızda qalsın. Deməli, dedim düzən meşələr Lənkəran ovalığında, Şollar düzündə, Qanı-Xəriçayda, bir də Çürboy Tuqay, bu Kür çayını verək bir dənə. Kür çayı, bu da Çürboy Tuqay meşə. Yəni talalar şəklində meşələr yaranmışdı. Bu yağış, Lənkəran yağış suyun hesabına yayılmışdı burada meşə. Digərləri də isə yeraltı suyun hesabına. Buna görə introzonallıq. Gəldik quru çölü, biz dedik açıq şabalıdır, o hardaydı? Buna diqqətli olaq, çünki testlərdə düşə bilən suallardandır. Açıq şabalıdır, hardadır? Böyük və Kiçik Qafqazın ətəklərində, cənubunda, daha doğrusu, baxın bu hissələrdə, cənubunda, burada da xüsusi olaraq Gəncə Qazaq düzü, bir də Qarabağ düzündə verə bilirik. Davam eləyək. Yarımsəhra quru çöl iqlimi Azərbaycan çox hissəsini əhatə edir. Yarımsəhra quru çöl, daha doğrusu landşaftı yarımsəhra quru çöl iqlimi ilə eyni adlı iqlim üstə düşür. Nisbətən yuxarıda meşə landşaftı. Testlərdə düşə bilir ki, meşə landşaftı neçə metrdən başlayır. Biz bunu 800 metrdən 2000-ə qədər də verə bilərik. 600 metrdən 2200-ə qədər də verə bilirik. Bax, bu aralıqlı əhatə edir. Meşə landşaftı deyəndə biz meşəni isti iqlimdə, soyuq iqlimdə meşə vermirik. İstisnamız var, indi deyəcəm sizə. Dağ çölünə rastlaşırıq. Dağ çöl. Bunu sinonim ki, meşə çöldə verirlər. Yəni, baxın, meşə çöl, dağ çöl. Torpağı qara olacaq. Şamaxıda, İsmayıllıda, Xocavənddə, Gədəbəydə, Şəmkirdə. Bunları unutmayaq, 5 dənə rayon sırf bu ərazilərdədir. Bəs necə olub burada qara torpaq yaranıb? Deyirəm ki, keçmiş, qırılmış meşələrin yerində yayılmışdır. Bir də yadıma düşmüşkən, biz yarımsəhra quru çöldə
bataqlıq çəmən də var. Bataqlıq çəmən nədir və harda yayılır? Əsasən bataqlıq çəmən Qızılağac körfəzi sahillərindədir. Qeyd edirəm yerlərini. Bir də Ağzıbirçala gölü ətrafında daha çox burdadır. Nisbətən də Lənkəran ovalığında. Gəlin onu sizə göstərdim. Bataqlıq çəmən, baxın Qızılağac körfəzində, sonra Ağzıbirçala gölü bu yuxarıdadır. Lənkəran ovalığı fikir verdinizmi? Xəzərin sahil olan hissələrində əsasən bataqlıq çəmən verdik. Sonra şorakətli bozqonur torpaqlar deyəndə əsasən şoran ərazilər, Abşeronun qərbində verə bilirik. Qobustanda, baxın Abşeronun qərbində Qobustan deyə bilərik. Sonra Acınuhurda da verə bilərik. Yaxşı. Davam edirik. Deməli, meşə landşaftındaydıq. Meşə dağ çöldən danışırdıq. Dağ çöllə işimiz bitdi. Gəldik dağ meşəyə. Dağ meşənin özünü iki yerə bölmüşəm. Quraq meşə, bir də rütubətli meşə. Quraq meşə qəhvəyi torpaq veririk. Burada bitən bitki palıd ağacıdır. Rütubətli meşə qonuru veririk. Nisbətən soyuğu sevəndir. Baxın, yuxarı axı soyuq olur. Buranın bitkisi fıstıqdır, vələsdir. Ümumiyyətlə, Azərbaycanda meşələrin 80% fıstıq, vələs, bir də palıd ağaclarından ibarətdir. Sonra rütubətlənmə əmsalı nisbətən 1-ə yaxındır. 0,8 vermişəm. Ümumiyyətlə, meşəni deyəndə, baxın, biz əsasən dağın orta hissələrini vermişəm. Amma istisna dedim, introzonal landşaft xüsusi olaraq Lənkəran ovalığında da düzən meşə var idi. Harda biz sarı torpaq gördük, sarı padzollu gördüksə, Talış dağları, Lənkəran ovalığı, baxın, bu hissədə sarı verəcəyik. Biz dedik, meşələr ancaq mülayim istidir, amma istisna var. Rütubətli meşədə qonur torpaq var. Qonur torpaq nisbətən soyuq iqlimə düşür. Yaxşı, bu mənim istisnam idi. Sonra gəldik dağ çəməni. Artıq iqlim getdikcə soyuyur, dağa hündürə çıxdıqca meşə landşaftı çəmənlə əvəz olunur. Artıq iqlim soyuq deyənə burada ağaclar bitmə ehtimalı azalır, çəmənliyin əvəz olunur. Çəmənin özü subalp çəmən, bir də alp çəmənə bölünür. Subalp çəmənin xüsusiyyəti nədir? Bunlar ümumiyyətlə çəmənliyi soyuq iqlimə uyğunlaşdırır. Uzun otlar var. Uzun otları biçənək kimi istifadə edib qış aylarında malqaraya verirlər. Torpağı çimli, yumşaq çimli. Əmsal bu hissədə artıq deməli yuxarıya qonur torpaqdan yuxarı artıq əmsal böyük olur. Çünki rütubət çoxdur. Rütubətlənmə əmsalı böyükdür. Biz Nivala yaxınlaşdıq. Nival deyəndə dağ tundra iqliminə uyğun gələcək. Nivalın ümumiyyətlə qar xətti bizdə 3900 metrdən keçir. Nival landşaft 3000 metrdən yuxarıdadır. Bu oldu subnival, bir də nival. Subnival çılpaq qayalıqdır. Artıq burada görürsünüz bitkinin adı yoxdur. Sonra torpaq çılpaq qayalığına əvəz olunur. Bu hardadır? Murov dağda, bir də vulkanik yaylarda, Kiçik Qafqazda. Sonra Buzlaqdakı artıq ən pik nöqtələrdə olacaq. Xüsusi burada qeyd eləmişəm. Naxçıvanda meşə landşaftı yoxdur. O demək deyil ki, Naxçıvanda meşə yoxdur. Naxçıvanda meşə var. Sadəcə landşaft əmələ gətirə bilməyib. Deməli, meşə yoxdursa, mən burada nə qara torpaq verə bilərəm, nə qonuru verə bilərəm. Bir dənə meşə tala şəklində yayılsa belə qəhvəyi torpağı verəcəm. Bunu da qeydiyyat kimi özünüzə götürə bilərsiniz. Gəldik bu şəklə, bir də diqqətlə baxaq. Bu şəkildə biraz balaca eləyək, bunu daha yaxşı görmək üçün. Landşaft hündürlüyə doğru landşaftın dəyişməsi. Deməli, bu birinci şəkil, baxın, bu birinci şəkil mənim Böyük Qafqazımdır. Hal-hazırda mən Böyük Qafqazdan danışdım. Bu şəkil olacaq Kiçik Qafqaz. Bu olacaq Naxçıvanın dağları, Zəngəzur, dərələr, xüsusi olaraq Zəngəzur verirəm. Naxçıvanın dağlarını yazdım, Naxçıvan yazaq. Bu isə Talış dağlarıdır. Bu kiçik olan Talış dağlarıdır. Baxırıq nələr var idi. Baxın, yarım səhra baş hərfləridir. Yarım səhra, quru çöl, dağ meşə, subalp çəmən, alp çəmən, subnival, bir də nival buzlaq. Gəlin bunu, bax, quru çöllə, yarım səhra quru çölü biz ən aşağıda vermişdik. Yarım səhra quru çöl iqliminə vermişdik. Dağ çöllə, dağ meşəni, deməli, dağ çöl,
dağ meşə. Bunu deməli, daha doğrusu dağ çöl, yarım səhra qurusu dağ çöllə dağ meşə isti iqlimdə idi. Bu oldu meşə landşaftım mənim. Sonra subalp alp çəmənim. Meşədən sonra gəldik dağ çəmən landşaftı. Dağ çəmən landşaftı. Sonra subalpla alp isə olacaq nival landşaft. Bir də qeyd edirəm. Yarım səhra quru çöl landşaftı. Dağ çöl, dağ meşə. Meşə landşaftına uyğun gəldi bu ikisi. Sonra subalp alp dağ çəmənə uyğun gəldi. Subnival, nival buzlar isə nival landşafta uyğun gəldi. Hamısına biz Böyük Qafqazda rast gəlirik. Gəlin Böyük Qafqazla müqayisə eləyək Kiçik Qafqazı. Görək burada nə yoxdur. Burada olmayan, deməli, burada olmayan nədir? Baxın, nival buzlaq yoxdur. Yazıram. Nival buzlaq. Bir bu yoxdur. Bir də yarım səhra yoxdur. Yaxşı. Bizə adətən testləri verirlər ki, çayların, misal üçün deyirəm, Tərtər çayı və ya da Türyan çayı, daha çox bunlara rast gələcək. Tərtərdir, Türyandır. Böyük Qafqazın şimal-şərqindən axan çayların deyir ki, mənbəyindən mənsəbinə doğru qarşılaşdığımız landşaft tiplərini göstərir. Əgər Kiçik Qafqazdan başlayırsa bu çaylar, bilin ki, orada yarım səhra qəti sürətdə verməyin. Kiçik Qafqazda. Sonra gəldik Naxçıvanda. Naxçıvanda diqqətli olun Böyük Qafqazla müqayisə eləyəndə. Baxın nə yoxdur burada. Burada hamısı var. Bircə dənə dağ meşəni əvəz edib dağ ksorofitləri. Ksorofit quraqlığı sevən bitkilər demək. Deməli, dağ ksorofiti yoxdur burada. Qalan hamısı var. Gəldik Talış dağlarına. Talış dağları tamamilə bunlardan fərqlidir. Burada inversiya olacaq. İnversiya olduğu üçün biz meşəni düzənlikdə görürük. Introzonal landşaft var burada. Düzən meşə, dağ meşə, quru dağ çöl, bir də dağ ksorofiti. Bizə desə ki, Talışla Naxçıvanın oxşar fərqi nədir? Deyirəm ki, hər ikisini dağ ksorofitine rast gəlirik. Dağ ksorofiti, deməli, qəti sürətlə nival, subnival, soyuq iqlim Lənkəranda mümkün deyil. Ümid edirəm faydalı olacaq. Siz bu konspektlərdən istifadə edərək daha rahat mövzunu mənimsəyə bilərsiniz.